Artıq çəkimiz bizim pi depomuz deməkdir. Zaten bunun da açıqlamasına, dərinliyinə geçsək, bunlar hamısı xolesterin və triqliserid deposudur. Biz də dedik ki, membranlı plazma fərqi yoxdur. Plazmaferez zamanı xolesterin və triqliseridlərin səviyyəsinin aşağı inməsinə və insülin direncinin səviyyəsinin aşağı inməsinə kömək edir. Və bəzi hormonal yüksəkliklər ki var, hormon səviyyəsinin yüksəlməsi ki var, onların səviyyəsinin aşağı inməsinə də kömək edir. Yəni bizim kökəlmə səbəbimiz, obezitenin səbəbi, bəzən insülin direnci yüksəlməsi səbəbindən olur, D vitamini əksikliyindən olur və yaxud da qidanı düzgün qaydada qəbul etməməsi, metabolizm pozulması səbəbindən olur. Hər hansısa bir hormonlar ki var, hansı ki bizim kökəlməmizə səbəb olur, tiroid hormonları və digər hormonlar, kortizol hormonları ki var, bunların yüksəlməsi bizim kökəlməmizə səbəb olur. Bu səviyyənin aşağı inməsində, xolesterin, triqliseridin səviyyəsinin aşağı inməsində, çünki bunda çəki azalması baş verir. İnsülin direnci də buna qoşulubsa, insülin direnci səviyyəsinin aşağı inməsində də plazmaferez bəlli bir çəkiyə qədər azalmasına hər tərəfli dəstək olur. Həm yağları azaldır, həm qan damarlarının daxilindəki yağların azalmasına kömək edir. Həm əgər hormon səbəbindəndirsə, yüksəlməsi səbəbindənsə, hormon səviyyəsinin aşağı inməsinə kömək edir. İnsülin direncinin yüksəlməsi səbəbidirsə, insülin direnci səviyyəsinin aşağı inməsinə dəstək olur. Təbii ki, biz çəkinin azalmasında tək plazmaferez deyil, həm də özümüzün metodikalarımız və müalicə yöntəmlərimiz var ki, çəkinin azalmasına kömək edirik.